Bu ata yurdundur. Yani mənim evimdir də bura. 4 otaqlıdır. Ora kuxna idi. Bura sef. Balaca koridor sef qapısı ilə. Buradakı hamam idi. Oradakı qonşu Əli kişinin bir də Zahid. Yəni Zahid deyəndə Anar müəllimin ata yurdunun evidir. Bax ora. O məhlə oğullar idi. Sonra o da mənim atamın yurdudur. 25 sot həyət idi bura. Ayaqda mən tikildim. Yuxarıda da kişi olurdu. Bizim də bu bir tərəf setkanın bu yüzü Mamoğlu Vaqifin həyəti idi. Elə az qalmışdı ki, bir 3-4 gün elə Vaqifə də ev mən tikəcəkdim. Daşlarda töküb ama yarım. Amma yarım çıxar. Sağlıq olsun. İndi onu gedib göstərəcəyik. Yəni burada, yəni kanalla, Qarabağ kanalla bizim aramız 5 metrdir. Çox az miqdarda. Bəli, içində su gedirdi. Bəli, düz deyir. Şəhərdən gəlmədi. Əlini belə qaldırırdın, su səni itirirdi. Yəni oradan qapı vardı. Qabağın kəsilirdi. Devlət bu Sovet hökuməti vaxtında devlət bundan pambıq üzümçülük, pambıqçılığı idi, onları suarırdı. Bura bizim zaldır. Bəli, bura 15 metr zaldır. Oradakidə nə əlavə oldu? Orada 6'nın 6'ya da orada evdi. Ora kuxna idi, sef qapılı, burada da koridor 80 santidir kürsü, pilləkən, burada da hamam idi. Sonra da balaca uşaq evi vardı burada. Orxanın onda balaca idi. Hardasa 2 yaşı var idi, bəli. Yəni o suyla bu həyətdə nə desən eləmək olurdu. Yəni dubarə bütün meyvə ağaçlarından var idi, bostan eləyirdi, nə ürəyin istəyirdi. Şəhərlə də ki bizim aramız deyə izdaniyələr görükür, yəni ara məsafəmiz az idi. Heç bir korluğumuz yox idi. İndi gəlib baxıram, düzdə köyrəlirəm, boğuluram, danışa bilmirəm. Doğrudan da Şükür büyükü günə ki, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı. Amin, amin. Allah devlətimizə canı sağ eləsin ki, yəni bugünkü gündə o həsrəti, o göz yoldanımızı yəni gözümüzdən yığdı da dedim. Güclə, bəli, sizi torpağınıza qaytaracağım. Qaytardı da, sağ olsun. Elə Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə də can sağlığı. Aramızda elə məsafə yox. Xıdırıyla da ki bizim aramızda çox elə məsafə yoxdur. Patoloqu olsa 6-7 kilometr yoldur. O da ki qiyaslı meçididir. Görükür, burada görünmürdü. Burada vapşı tarihdə görünməzdi. O vaxt ağac idi. Heç nə qalmır. Heç nə görmürdü. Amma indi o da ki karyeldir, yəni daş istehsal eləyirdi. O bir dağın döşündə də ki çulludur, çullu. Orxanın dayısının kəndidir. Orada ətiməzdir, keşdazdır. Bir də bu kanalın alt tərəfi yeni məhli idi. Yəni hökumət Seyidinin bağı idi. Seyidli bağı. Üzümçülük bağı var. Belə başıb Seyidinin bağı heç yerdə yox idi. Məşhur bağ olub. Burada sort üzümlərin ştilini tuturlar. Sonradan oldu ştilçilik də. Ştilçilik. O bağı məhv elədilər, elələr ştilçilik. Gedək baba Orxanın baba yurdunda görsədək. Rəhmətlik anan deyirdi ki, bəs belə bu börkən zad, bu tərəf börkən də vardı. Deyirdim o tərəf siz yiyin, bu tərəf biz yeyəcək. Elə idi, elə idi. Doğrudan aşağı, hay. Elə idi. Hay Allah. Allah şey olar, qəşəng qayçı olan adam kəsək, bu da apar onun şeyini vurur. Motoru qoyurdum ora, bununla taxırdım. Bütün məhlələri suarırdım burada qəşəng. Ağaçları, hər sortda ağaçlar vardı. Meyvə, fırnıq, gilanar, gilas, nə desən. Elə baban deyirdi, ay Orxan, yekəl bu meyvədən ye. Allah hamısına rəhmət eləsin. Allah rəhmət eləsin. Bu da ki, mənim ata evdir. 4-6 idi, 4 üst. Bax, 2 mərtəbə idi, bəli. Vaqif özü məndən yaxşı bilir ki, bura. Pilləkənlərin içində oyub aparıb, bir dənə pilləkən daşı qalmayıb. Vaqif müəllimlə bizdən qonşuydu da. Bizim evin arxası, atamgilin evin arxası Vaqif müəllimdir. Hayf deyirəm bunu. Vaqif müəllim tökdüyü daş. Bu da mən
tökdüyündə. Girəcək, erməni imkan verir. Hə, Vermədi, mən yox. əsas mən olurdum, Şahlığımız burada keçir. Aralda olurdum. Ha işte de. Bura mənim təzə həyətim idi. O biri həyət qaldı biraz Aralda. Buradakı hər şey eləmişdim. Bir verə zat töymüşdüm. Mən məlumat ki, kürsü zadı hazır idi. Bizə darvazam var idi orada. Orada dəmiri də durub, dəmir kəsib o zalim ermənilər aparıbdı. İndi bura fikrim vardı ki, təzə ev tikəm burada elə. O da mərdimazar. Allah bəlasını versin erməninin. İmkan vermədi. Orhan, Müharibə başladı. bir gidip o kanalda Bura körpüsü hamısı göster. ağaçlıq idi. Hamısı, hər bir meyvə var idi. Hər bir meyvə. Oradan cərgəsi ilə ip tutub, iplə meyvələr əkmişdim. Nə ürəyisir, hər bir meyvə var idi da. Həmən o ağaçlardan nar. Yaxşı sort nardı. Qalan bəxbədə bunlardı. Qurun bibincə var. Hayf o devrə, hayf, hayf. Allah mərdimazara lənət eləsin. Darvaza. Oradadır. He. Darvazamızın Hayf, elə. bir kolu, rengi de limon rengiydi. Hə. Rahmetli, Allah hamısına rahmet eylesin. Allah Benim rəhmət anam eləsin, hə. derdi ki, limon rengiyle. Bir de o. He, bir tayda buradadır. Hə. Bura darvazanın girişi. Hə, bu Bəli, giriş darvazaydı sizə. He. Buradan da girirdin, plakan orada. Üstü çardağdı, elə maşını ver altına geçsin. Buradaki bizim kanalın körpüsüydü. Hə, bura. Gör Yoldu da bu. hal o şey yol da bura. Hayf, elə. Şir ver. Vaqif, nədir Vaqif? Rəhmətli Məhərrəmgilin evi. Hə, ora Ömərin evidir. Əmimin evidir ora. Hə. İnşallah. Əmimgildən bizə ora Məktəbidir o. o məktəbidir. Sevili Hə, hə. məktəbidir. Məktəbidir. Tirlər məktəbi gedir. Bu durbeynəndəki bu durbeynən rəhmətlik Məhərrəm əmigildən bizə su adlayırdı. Bizim məhliyə. Bax, həmən durba. Bu da körpü fikir verir. Ha. Nə vəziyyətdə düşür. Ha, bu da kanalın Ay körpüsüdür. Allah, kanala bax ya. Ha. Allah qalanını versin erməni. Bu nədir? Bu da kanalın körpüsüdür. Gör nə qədər. Börtkan, Uşaqlığımız bax, börtkan burada olur keçir. deyə O fikir verir ya. Bu nədir? O qədər çinmişik. Bax, burada o qədər. Uşaqlığımız burada keçir. Burada bu tərəfdə əmgilin evidir, Arif əmgilin evidir. Ha, Arif əmingilin evi də deyir ora. Sonra Sabirgilin evidir. Bax, o Arif Hə, hə. əmingilin evidir. O Arif Amma Zakirgilin söktüyü daşdı deyir. Hə. O da Sabirin evidir. Şöyle. Bu tərəfdə də şey olurdu. Transformator idi. Orxan, bu maşını da çəkə bilərsən. Burada bir köhnə 07'dir, hə. Aşıb qalıb burada. İndi o vaxtı düşübmü Əlbəttə. nətər? Yandırıblar da, Ya, ermənilər yandırıb. Sərif salıblar bura. Təlif salıblar, bura yandırıblar. Hə, Vaqif, bax bu nənəmin vedrəsidir, indi bilmirəm, su Maydon vedrəsi idi. vedrəsi. İnanıram ki, bəlkə də yağ vedrəsi olar. Qabaq köhnə arvadda. Ya, bu da ki mənim uşaqlıq Ayaqqabını bir sayı. ayaqqabımı bir tayı. Pak dədələnə vay. Buna bax ya. İndi o vaxtda görsən hələ də ayaqqabı dağılmıyor, belə tikilişi də. 30 ilə qalıb hələ. 30 ilə? Dəri də özdə, eləmi? Buna bax ya. Materiala bax. Ay, dədənə vay. Bir şey olubdu. Gör, materialda keyfiyyətə bax da sən. Hə, Hə, keyfiyyətə bax da. Həyətimizdə də ki, evdə dağ-dağın ağacı bitib. Burada hamısı börtcan idi. Ha, börtcan, bunlar nasıl? Vaqif dayı, sənin
Vaqif dayı, sənin evin hansı idi? Onu da Benim çəkək. evim burada burada bizi xəndə idi, burada çəpər idi bizi. Hı hı. Belə. Bu da darvazanın. Mənim darvazamın şivellerin kəsiblər, darvazanı bir də götürürlər, buna bax. Parası qalıqdır burada. Parası da biri buradadır. Biri buradadır, buna bax. Hə, bura sənin giriş Bura qapın. mənim giriş qapım elə. Buradan Bəli. girdin, gəldin. Burada Babam daşlar- gelin qonşusuymuşsan. Ha, o da bax, orası sizin eviydi. Aha. Hə, Daşları da bura tökdümüsən ki, hə. ev tikmək üçün. Burada da bünövrə qoymusan ki, elə başlayasan. Onu da erməni müharibəni başladı. Kapıda kimde yani? Saçlarımı böyle bırakıp. Burada benim ev. Evimin bir öğretiydi. Hamısı üstlerikti. Buranın tadım aldı, gazdırmıştım çifteki. Hı hı. Burada da əhək kuyumuydu benim orada. Ha burada hak Ha, əhək kuyusu oradaydı. Ha, burada belə de. Peki, girdim. Bütün materyalları buraya yığmıştım. Aşağı evim əsasən bura biraz araldadır, az da bir 2 kilometr. Ha, olar. Ha. Buranı özün üçün tikdirirdin. Ha, özüm üçün ikinci həyətim idi. Hı hı. Ya oranı biraz araldadır olduğum. Həyət Əhbər kişinin həyətiymiş. Xahiş eləmsən ki, Ha, daha icazə ver mən burada sənin həyətində özümə bir otaqlı ev tikim ha. Əhbər kişinin otağı elədi. Həyəti 25 sotaq. O vaxt. mənim bizim həyət var idi. Vahşi kanal gəldi oradan keçdi. Onun Hı hı. əvəzinə buranı bizə verdilər. Əmin Yiləmin yanında. Orada kanal gəldi bizə ortadan keçdi. O yerinə direktor söylədi ki, keçənlər oradan yer götür. Ondan sonra gəldi mən buradan götürdüm. Vaqif müəllim, deyirəm sevinmək lazımdır ki, ümidimiz yox idi. Doğrudan Heç vaxt ağlımıza gəlməzdi ki, Ağdam alınacaq. Heç cür, Hə. heç cür. İndi şükür Allaha ki, sağkən gəlib buranı görmək Yəni, nəsib oldu. Mənim bu şeydə 73 yaşım var. Hı hı. Hələ ya qismət nə qədər yaşayacağam bilmirəm. Hələ şükür ki, deməli gəldim mən buranı görə bildim. Hı hı. Şükür. Nə deyim ya qismət indi bundan sonra nə bilim. İnşallah. Allah ömür Köç versin. olanda hələ Zaniyel köçəcək. Hə. Allahın köməyi ilə. Evet, Bu tək evdəki salamat bilirsən də kimindir? O da mamam gelin evidir. Suqra maman gibi. Sudra mamam gelin evidir. Texnikalarımızda işləyir. Allah Burada da qollarına hamısı- qüvvət versin. Cərgəsinin ağaçlardır hamısı. Hamısı ağac idi. Daha cərgəsi ilə Hı. hər bir meyvədə vardı. Hər bir meyvə. Ada su bövründəydi ha baba. Ağacı bölümdə- Kanal böyründə. Krantım gəlirdi artizanla. İçmə suyu vardı. Ha, sonra Suvarma suyun var idi. suvarma suyu gəlirdi onu suvardım. Suvarma suyun Hə. var idi. Hər bir şey var idi. Kanalda çəkir suyu vururduq bura. Vaqif müəllim, gedək indi də çay evi olan əraziyə, məscidə və ikinci yaşayış kompleksinə və bununla da çəkilişimizi yekunlaşdıraq. Amma ilk öncə gedək, çox möhtəşəm avtovağzal kompleksi tikilir. İstəyirəm orada 3-cü mərtəbədə sizə bir düşvərə qonaqlıq verin bu soyuq havada. Çox sağ ol. Hava günlü olduğuna baxmayın, dəyərli dostlar. Hava soyuqdur. Gedək. Sənin sahəndə, sənin sahəndə Sağ ol, işıqlandırdıq hər Orxan, şeyi. Sağ olun. Bura gəlib görə bildik də. Şükür. Min şükür. Çox sağ ol.